Salam, belə bir trigonometrik ifadənin sadələşdirilməsinə baxaq. Qəbul sualı 2022-ci il. Əvvəlcə burada hər bir tangens, kotangensi sinus kosinüsə çevirəcəyik. Tangens alfanın yerinə sinus alfa böl kosinus alfa, tangens betanın yerinə sinus beta böl kosinus beta qoysaq, bunları ortaq məxrəc gətirsək, deməli olacaq kosinus alfa, kosinus beta, sinus alfa vuracağıq kosinus betaya, çıx kosinus alfanı vuracağıq sinus betaya. Sürət bizdə düstur olacaq sinus alfa çıx betanın düsturu, bölünsün kosinus alfa, kosinus beta. Vurulsun nə var idi burada? Sinus alfa çıx betanı vuracağıq, bölünsün kosinus alfa, kosinus betanı vuracağıq. Kotangens alfa çıx betaya. Kotangens alfa çıx beta da bilirik də. Kosinus alfa çıx beta bölünsün sinus alfa çıx betadır. Sinus alfa çıx betalarımız ixtisar getsə, alacağıq kosinus alfa çıx beta bölünsün kosinus alfa, kosinus beta. Bu da belə. Sonra çıxılsın, burada tangens alfa, tangens beta var. Tangens alfa, tangens betanı da yenə sinus, kosinus kimi açsaq, deməli kosinus alfa çıx betadan, yəni bura qədər aldığımız cavabdan çıxacağıq. Sinus alfa böl kosinus alfa vurulsun sinus beta böl kosinus betanı. Fikir versək, burada məxrəclər eynidir. Onda sürətlər çıxılır. Sürətdəki bu kosinus alfa çıx betanı da düstur kimi açsaq, kosinus alfa, kosinus beta üstəcə sinus alfa, sinus beta. Çıxılsın nə? Burada sinus alfa, sinus beta. Bunlar da gedəcək bizdə. Aşağıdakı məxrəcdə olduğu kimi qalır. Kosinus alfa, kosinus beta, kosinus alfa, kosinus betalar da ixtisar gedir, cavab 1 alır. Bir də sonda bizim burada bir toplamamız da var. Deməli bir üstə gəlinsin kotangens alfa bölünsün tangens alfa ifadəmiz var bizim burada. Əlbəttə ki biz burada belə bir şey eləyə bilərik. Yəni bayaqdan sinus kosinusa gətirmişəm deyib o cür də eləyə bilərəm. Ya da kotangens alfanın yerinə 1 bölünsün tangens alfa da qoya bilərik. Amma sinus kosinusa gətirsək də kosinus bölünsün sinus düşür məxrəcə, yenidən sinus bölünsün kosinus, bu da qalxır məxrəcə, sürətə. Sinus kvadratı alfa ortaq məxrəcdir, sinusu sinusa vuranda ortaq məxrəc gətirsək, bunu da sinus kvadratına vursaq, sinus kvadratı alfa üstə gəlinsin kosinus kvadratı alfa alarıq. Sinus kvadratı alfa üstəcə kosinus kvadratı alfa 1'i verir, cavabımız olur 1 bölünsün sinus kvadratı alfa A variantı.